Salam uşaqlar. Dünyanın düzənliklərini xəritədə göstərirəm. Birinci Şimali Amerikadan başlayaq. Şimali Amerikada hansı ovalıqlar var? Məsələn, Mississippi ovalığı bu ərazilərdədir. Sonra Meksika yanı ovalıq. Təbii ki, Meksika körfəzinin sahillərində olacaq. Neft qaz çıxardılır burada. Bir də Atlantik yanı. Atlantik yanı da bu hissələrdədir. Atlantik yanı ovalıqdır. Subtropik musson iqlim tipidir. Sonra hansı yüksəkliklər var? Məsələn, Labrador yarımadasında olan yüksəkliklər var. Mərkəz düzənliklər var burada. Bax, bu ərazilərdə bu böyük göllərin ətrafındadır mərkəz düzənliklərdir. Yaylalar da Kordilyer dağları mərkəzi demişik. Kolumbiya, Colorado, mərkəzdə böyük hövzə var. Burada da böyük hövzə yerləşir. Sonra Cənubi Amerikaya baxaq. Cənubi Amerikada ovalıq və yaylalar bir sırayla göstərirəm. Burada Orinoco ovalığı, təbii görürsünüz, Orinoco çayı da var. Gviana yaylası, Amazon ovalığı, görürsünüz, burada yazılıb. Burada da Braziliya yaylası. Braziliya yaylası. Sonra La Plata ovalığı. Bu hissədə də Patagoniya yaylası var. Patagoniya yaylası. Sonra gəlir Afrika. Afrikada ən çox yaylalardır. Məsəl üçün, burada Əhəqqər, Tivesti, Darfur bu hissələrdədir. Sonra Efiopiya yaylası. Bu hissədə, bu hissədə Viktoriya gölünün şərqində Şərqi Afrika yaylasının demək olar. Avstraliyada, məsəl üçün, neyin adını çəkə bilərim? Məsəl üçün, burada mərkəzi ovalıqlar var. Bax, bu hissələrdə böyük bir sahəni tutur, bu mərkəzi ovalıqlar var bu ərazilərdə. Sonra Nullarbor düzənliyi var burada. Bu da ovalıq sayılır. Yayla isə, məsələn, Qərbi Avstraliya yaylası var. Bu ərazilərdə Qərbi Avstraliya yaylası var. Sonra gələk Avrasiya. Birinci ovalıqlar, Avropadan məsələn başlayaq. Almaniya Polşa ovalığı, bax, buradadır. Almaniya Polşa ovalığı. Sonra Şərqi Avropa düzənliyi, görürsünüz, Şərqi Avropa düzənliyi. Şimal Buzlu okeanda buzlar reylə formalarda var. Sonra Padan ovalığı o geosinknalda keçmişik. Padan ovalığı geosinknalda yerləşir burada, Polçaya yaxın yerdə. Gürcüstanda Kolxida ovalığı var. Bax, burada Gürcüstanda Kolxida ovalığını deyə bilərik. Orta aşağı Dunay, bu Dunay çayının sahillərindədir. Sonra Kür-Araz Azərbaycan, Xəzəryanı, bax uşaqlar, bu Xəzəryanı ovalıqlar bu ərazilərdədir. Məhv 27-də yazılıb, görürsünüz. Sonra Mesopotamiya ovalığını deyək. Bax, Dəzlə Fərat çayları bu ərazilərdə axar Mesopotamiya ovalığı. Sonra Qərbi Sibir. Bax, Qərbi Sibir düzənliyi, yəni ovalıqdır. Qərbi Sibir. Sonra Xuanxə və Yansız arasında yerləşən, bax, Böyükçin düzənliyi. Böyükçin düzənliyi. Sonra Mekong, bax, bu ərazilərdə Mekong. Bir də Hindqanq ovalığı. Bax, burada Hindqanq ovalığı yerləşir. Hindqanq ovalığı yerləşir. Sonra yüksəkliklərdə çox hissəsi bu ərazilərdədir. Orta Rusiya, Valday bu ərazilərdə yerləşir. Stavropol biraz Qafqazın şimal hissələrində yerləşir. Orta Rusiyanın Valday isə bu ərazilərdə yerləşir. Sonra yaylalar məsəl üçün, baxaq, İran yaylası, təbii ki, İran yaylası, Ərəbistanda yayla, Ərəbistanda olacaq, təbii ki, bu asanlıqda. Anadolu yaylası, təbii ki, Türkiyədə olacaq. Sonra Orta Sibir yaylası, Orta Sibir yaylası. Sonra Dekan yaylası, Afrika, daha doğrusu Avrasiya Yad qrup parçasında yerləşən yayla, məsələn, Dekan yaylası demək olar. Qazaxıstan Xırda təpəliyi, təbii ki, bu harada olacaq, Qazaxıstanda, şimal hissələrində olacaq. Qarabağ, Azərbaycan, Qobusda, Üskürt də yenə Qazaxıstanda deyə biləcəksiniz. Bu oldu düzənliklər.